Ölkə və dünya gündəmini Milli Media Agentliyindən izləyin. Kanala abunə olmağı unutmayın. Bugündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-nə dək isə qadınların da pensiya yaşı kişilər kimi 65 il olacaq. Millət vəkili Vüqar Bayramov qadınlarla kişilərin pensiya yaşının fərqləndirilməsi və pensiya yaşının müəyyənləşdirilməsi zamanı yalnız kəmiyyət deyil, həm də keyfiyyət göstəricilərinin istifadə olunmasını məqsədə uyğun hesab etdiyini bildirib. Vüqar Bayramov bildirib ki, bir sıra qonşu ölkələr kimi Azərbaycanda da bu praktikanın tətbiq edilməsi nəticə etibarilə pensiya yaşına az qalmış vətəndaşlarımızın əmək hüquqlarının qorunması, onların sosial təminatının daha da gücləndirilməsi baxımından vacibdir. Kanala abunə olmağı unutmayın. Milli Məclisin növbədənkənar sessiya çərçivəsində iyulun 4-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Bu barədə Milli Mediaya Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən xəbər verilib. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir. 1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. 2. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi 3-cü oxunuşu. 3. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudi Ərəbistan Krallığının Ətraf Mühitin Suyun və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudi Ərəbistan Krallığının Nəqliyyat Baş İdarəsi arasında dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair 1978-ci il tarixli beynəlxalq konvensiya əlavələrlə bərabər 1-10-cu qaydaya uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair anlaşma memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 5. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi 2-ci oxunuşu. 6. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi 2-ci oxunuşu. 7. Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi 2-ci oxunuşu. 8. Polis haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi 2-ci oxunuşu. 9. Müdafiə haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi 2-ci oxunuşu. 10. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun 2-ci oxunuşu. 11. Təhsil haqqında və məktəbə qədər təhsil haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun 2-ci oxunuşu. 12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında, bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnamənin təsdiq edilməsi barədə və daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun 2-ci oxunuşu. 13. Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar və cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun 2-ci oxunuşu. 14. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun 2-ci oxunuşu. 15. Büdcə sistemi haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun 2-ci oxunuşu. 16. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun 2-ci oxunuşu.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında, dövlət rüsumu haqqında, reklam haqqında, lisenziyalar və icazələr haqqında, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında və Xəzər dənizinin, gölünün Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.